Ne? O zaman. Bak otur, gel otur. Gel otur. Gel otur. Pedaqoji fəaliyyətimi bərpa etmək niyyətim var və həm də əlbəttə ki, bir vətəndaş borcu olaraq, bir missiyası olaraq haqq, ədalət naminə mübarizəmizi davam etdirmək istəyirik. Vacib deyil bu hansısa bir cəmiyyət olsun, yaxud mətbuat olsun. Hər halda müntəzəm olaraq inşallah mənim yazılarımı da oxuyacaqsınız. Və daha çox mən bu istiqamətdə öz fəaliyyətimi qurmaq istəyirəm ki, bir sülh məramlı bir niyyətlə qurmaq istəyirəm ki, biz ölkəmizin gələcək səadəti naminə necə bir hüquqi, demokratik bir dövləti sözdə yox, əməldə qurmaq naminə nə edək? Və bu yolda əlimdən gələni əsirgəməyəcəm. Və bəzən ümidvaram ki, belə bir ümid də məndə sönməmişdir ki, inşallah biz ona nail olacağıq. Hilal indi artıq öz yerindədir, öz evindədir. Hilala yaraşmırdı ora. Hilal öz yerində deyildi. Biz bunun üçün narahat edik. Ancaq Allahıma şükürlər edirəm, Hilalı öz yerinə gətirdi. Onu öz yerinə gətirənlərin qabağında mən baş əyirəm və deyirəm, çox sağ olsunlar ki, Hilalı öz evinə göndərdilər. Hilal elm adamıdır, Hilal böyük alimdir, Hilal təmiz insandır. Bunu tanımayanlar da tanıdılar artıq. Mən hamıya minnətdarlığımı bildirirəm.